Bir hədisdə də gəlir, Abdullah ibn Amr ibn As radiyallahu anhudan Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Yücəu bir rəculun min ümməti yevməl qiyamə. Qiyamət günü ümmətimdən, yəni bir kişi gətiriləcək insanların qarşısında. Fəyunşəru ləhu 99 sicillə minəs-seyyiət. Yəni onun 99 sicil, yəni əməl dəftəri açılacaqdır və hər biri də gözün gördüyü məsafə qədər böyüklükdə, uzunluqda və günahlar. Fəyəqullahu lehu həl zaləməkə kətəbəti əl-hafizun. Allah Teala deyəcəkdir ki, ona mənim o gözətçi mələklərim, o yazanlar sənə zülm ediblərmi? Deyəcək, xeyr ey Rəbbim. Fəyəqul həlləke min həsənə və deyəcək, sənin bir həsənətin, yaxşı əməlin varmı? Deyəcək, yox. Və Allah Teala deyəcək, bəli, innə ləkə indənə həsənə, sənin bizim yanımızda bir həsənətin və yaxşı əməlin var. Və innəhu la zulmə aleykəl yevm, və bugün sənə heç bir zülm olmayacaqdır. Və tərəzi gətiriləcək. Qalə Rabbi fəyuxricullahu lehu bitaqa fiyhə la ilahə illallah. Və Allah Teala onun üçün la ilahə illallah yazılan kağız bir çıxardacaq. Qalə hər-racul muxlisan lillah muhibbən lillah. Yəni o insan o kəlməni ixlasla və Allahı sevdiyi halda demişdir o kəlməni. Və o deyəcəkdir, ya Rab, və mə hədil bitaqa fi hədis sicillət. Yəni bu la ilahə illallah kəlməsi olan bu kağız, bu qəddər 99 əməl dəftər, günahlarla dolu sicillin qarşısında nə edə bilər? Və hər biri də gözün gördüyü məsafə qədər böyüklükdə. Və Allah Teala deyəcək, bugün sənə zülüm yoxdur. Və o qədər sicil, yəni əməl dəftəri tərəzinin bir gözünə və la ilahə illallah isə o bir gözünə qoyulacaqdır. Və la ilahə illallah olan gözü ağır gələcəkdir. Yəni tövhid kəlməsi. Yəni tövhid kəlməsi ilə yanaşı heç bir şey ağır gələ bilməz. Nə qədər ki insan o kəlməni ixlaslı şəkildə və dinini qoruyaraq, İslamın dayaqlarını qoruyaraq, imanın dayaqlarını qoruyaraq deyibsə və Allah Teala onun tövhidinə görə və imanı səbəbi ilə ona ikram edəcəkdir.